Əziz bilgələr, bu dəfə sizə mikrofonlu olmaq şərti ilə Azərbaycan Xalq Cümhuriyyəti dərsinin izahını başlayırıq. Azərbaycan Xalq Cümhuriyyəti dərsinin xətrinə təcili surətdə iyanə kampaniyasının üstündə özüm düzəldib, Dubaydan yeni mikrofonlarımızı təşkil eləmişik və bu mikrofonlarda öz zəhmətindən keçdiyinə görə iyanədə iştirak edən üzvlərimizin adını aşağıda qeyd edəcəm ki, kimlər maliyyə yardım eləmişlər. Hamısına minnətdarıq, təşəkkür edirik. İndi isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dərsindən söhbət edirik. 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə. Belə. Dostlar, əvvəlcə onu deyək ki, hadisələr 1918-ci ilin may ayından etibarən başlanmışdır. Bir qədər diqqətli olmalı məqam nədir? Mayın 27-sində gördüyünüz kimi Milli Şura yaradılmışdı. Baxın, Milli Şuranın yaradılması Tiflis şəhərində həyata keçirilib. Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə idi. Milli Şuranın yaradılması Azərbaycan Xalq Cümhuriyyətinə düşmür. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması mayın 28-dən etibarən hesablanır. Yəni, Milli Şuranın yaradılması sizdən soruşacağım ki, neçənci hökumətə düşür? Siz deyəsiniz ki, Cümhuriyyətə də düşmür, hökumətə də düşmür. Bunun ardınca mayın 28-də dediyimiz kimi hansı şəhərdə? Tiflis şəhərində İstiqlal bəyannaməsi qəbul edilmişdir. İstiqlal bəyannaməsinin keçən izahlarda tərkibini o qədər soruşmurdum. Amma sonra qəbulda buradan bir sual gördüm deyə artıq fərqinə vardım ki, İstiqlal bəyannaməsinin tərkibi də lazımdır. İstiqlal bəyannaməsində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ərazi haqqında məlumat verir. Cənubi Qafqazda müasir Azərbaycan Respublikasının ərazisini əhatə eləyirdi. Xalq Cümhuriyyətinin özü, deməli, dediyimiz kimi dilimizdə də deyirik, Cümhuriyyət idi. Xalq idarəçilikdə təmsil olunurdu və burada qanunverici orqan, bura görə, ümumiyyətlə qərara görə, mayın 27-sində yaradılmış Milli Şura, icra edici orqan isə birinci hökumət idi. Birinci hökuməti bəzən müvəqqəti hökumət də adlandırırlar, çünki tam təkmilləşdirilmiş deyil idi. Milli Şuranın özü də ümumiyyətlə müvəqqəti bir qurum idi. Əsas qanunverici orqan müəssislər məclisi olmalıydı. İndi növbəti dərsimizdə ondan söhbət edəcəyik. Və bəzən sizə Azərbaycan Xalq Cümhuriyyətinin adını birinci Respublika kimi də verirlər. Xatırlatma eləyirəm ki, Azərbaycanda birinci Respublika 1918-20, ikinci Respublika 1920-91, yəni Azərbaycan SSR, üçüncü Respublika 1991-dən bu günə qədər olan Respublika hesab olunur. Biz Azərbaycan Xalq Cümhuriyyətini bəzən də birinci Respublika olaraq adlandırırıq. İndi isə keçirik hadisələrə. Birinci növbədə bizə verilən hadisələr üzrə iyunun 4-də olmuş Batum müqaviləsindən danışırıq. İyunun 4-də. Dostlar, burada əsas nəyə diqqət eləməliyik? Bizdə Azərbaycan Xalq Cümhuriyyətində 3 dənə vacib məqam var. Bunları əzbər bilməliyik. Birinci məqam hökumətlərdir. 1918-ci ilin, məsələn, 28 mayından davam edib 16 iyununa qədər birinci hökumətdən söhbət edirəm hələ ki. Birinci bilməli olduğumuz hökumətdir. İkinci bilməli olduğumuz mərkəzin hansı şəhərlər olduğu dövrdür. Məsələn, Tiflis dövrü, Bakı dövrü, Gəncə dövrü bu anlayışlardır. Bunu qeyd edirik. 1918-in 28 mayından 16 iyununa qədər, bəzən 17 iyunda yaza bilərlər. O böyük problem əhatə eləməz də. Bu, bizim mərkəzin Tiflis olduğu dövrdür. İkinci dövr yenə 18-in 16 yaxud 17 iyunundan davam edib 17 sentyabra qədər mərkəzimizin Gəncə olduğu dövrdür. Üçüncü dövr isə 1918 yenə 17 sentyabrdan 1920-ci ilin aprelinə qədər davam eləmiş. Aprelin 27-sinə nəsə tələsirəm eləmiş. Aprelin 27-sinə qədər davam eləmiş dövr, bu da Bakı dövrüdür. Bax, sizə bir dənə deyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtı hansı şəhərdir desəm, siz deyəsiniz Gəncədir. Tiflis Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmayıbdır. Çünki Tiflis başqa dövlətin paytaxtı idi. O bizim sadəcə birinci mərkəzimiz idi. Birinci mərkəz başqa, birinci paytaxt başqa. Birinci mərkəz Tiflisdir, birinci paytaxt Gəncə şəhəridir. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra indi qayıdırıq bu hissəyə. İyunun 4-də Osmanlı ilə bizim aramızda Batum müqaviləsi imzalanır. Batum müqaviləsinə görə Osmanlı bizim müstəqilliyimizi tanıyır, birinci dövlət idi. Və müqavilənin 4-cü bəndə deyir ki, əgər ehtiyac olarsa, o bizə silah yardım edəcək. Biz də təbii ki, əlimizə düşən fürsəti dəyərləndirməyə cəhd edirik və deyirik ki, bizə oradan bir dənə qəşəng silah-sursat, bir dənə ordu göndərərsiniz də.
Bunlar da ordunu göndərirlər, ordunun da başına təyin edirlər Nuru Paşanı. Bu ordu gəlib bizim qoşunlarla birləşəndə adlanır Qafqaz İslam Ordusu. İyun ayında tərəflər arasında Borçalı döyüşü baş verir. Kimlərin arasında baş verir? İndi tərəfləri deyirəm. O dərsidir. Yapma. Ahirədir, ha? Borçalı döyüşü baş vermişdi Qafqaz İslam Ordusu ilə Alman-Gürcü qoşunlarının arasında. Qafqaz İslam Ordusu nəyə görə? Bu döyüş nəyə görə olur? Ümumiyyətlə, Borçalı döyüşündə Osmanlı qoşunlarından bizimkilər irəliləyib Gəncəni azad eləmək istəyirlər. Almanlar və Gürcülər istəmirlər ki, Gəncə itirilsin, yəni bizimkilər ələ keçirsin. Neysə, Borçalı döyüşündə bizimkilər qalib gəlir. Qafqaz İslam Ordusu qalib gəlir. Bundan sonra artıq Gürcülər əsəbləşir. Çünki biz bunları məğlub eləmişik axı. Bizimkiləri yığırlar bir otağa, hansı ki elə bir otaqda cümhuriyyət yaratmışdıq. Bizimkilər deyirlər ki, yığın veşinizi də bayra. Və bizimkiləri qovalayırlar. Ondan sonra biz də deyir ki, gözünüzə girsin sizin Borçalı da, sizin qonşuluğunuz da. Borçalı demirik, yox, Tiflis deyil. Və biz köçüb gəldik Gəncəyə. Və hansı ki, bu dediyim hadisənin nəticəsində iyunun 16-sından artıq bizim Gəncə dövrümüz başlayır. Gəncəyə köçməsi hələ ki, birinci hökumətin fəaliyyətinə aiddir. Bunlar Gəncəyə köçürlər, indi Nuru Paşa da köçüb gəlib də, köçənlərin içərisindən. Nəsə, nümayəndəliyin işçiləri gəlir Gəncədə, açılışı keçirlər, açarları paylayırlar cəmaata. Nuru Paşa paylayırdı açarları. Açarları verirlər, qəşəng bir dənə əl çalırlar. Onda hələ ki, bayrağımız yox idi deyə, havada heç nə dalğalandırmırdı. Tort zat kəsilir. Bəli, önəmli şeylərdir bunlar. Tort kəsilir, kola paylayırlar. İsti olduğu üçün çay vermirlər də ondan. Bu hadisələrin nəticəsində indi bu Nuru Paşa da başlayır bizlə nazla hərəkət eləməyə. Nazla hərəkət eləməyə niyə? Nuru Paşa deyir ki, birinci hökumətin tərkibində yaman deyir, demokratik nə bilim nələr var. Bir mühafizəkarlar da deyir ki, davay birinci hökuməti buraxın, yoxsa bu saat sizin bütün işinizi alt üst eləyəcəm. Biz də qalmışıq bir dənə bu Nuru Paşanın umuduna, ona görə o nə deyirsə nazla oynamağa məcbur olduq da. Və bu hadisə Azərbaycan Xalq Cümhuriyyəti tarixinə İyun böhranı adı ilə daxil olur. İyun böhranı. Bu da bizim ilk siyasi böhranımız hesab olunur. İyun ayında baş verir. Bəs biz bunu nətər aradan qaldırmağa çalışırıq? Əslində bu Nuru Paşa ilə Məmməd Əmin Rəsulzadə bir-birindən xoş gəlmir. Nuru Paşa ona görə Məmməd Əmin Rəsulzadənin torbasını tikir. Məmməd Əmin Rəsulzadə də deyir ki, cəhənnəm olsun, əsas odur mənim dövlətim yaşasın. Və nəticədə Milli Şura fəaliyyətini dayandırır. İndi artıq biz verilmiş hadisələrin içərisində yuxarıdan ikinci hökumətə keçid edirik. 1918-ci ilin 19 iyun tarixində ikinci hökumət fəaliyyətə başlayır. Baxın, ikinci hökumət fəaliyyətə başlayanda Milli Şura daha doğrusu fəaliyyətini dayandıranda ikinci hökumətə 2 dənə şey tapşırır. Bir, 6 aydan gec olmayaraq müəssislər məclisini çağırırsan. Çağırmasan, özümü bərpa eləyəcəm. İkinci hökumət deyir, yaxşı. İkinci də deyir ki, sənin qarşında vəzifə qoyuram ki, Bakını azad eləməsin. İkinci hökumət deyir, yaxşı. Və bundan sonra fəaliyyətini dayandırır və 19 iyunda yekunda ikinci hökumət yaranır. İkinci hökumətin də başçısı Fətəlxan Xoyskidir. Bilməm, bayaq dedim yoxsa yox. Birinci hökumətin də başçısı Fətəlxan Xoyski. Ümumiyyətlə 1, 2, 3-cü hökumət Xoyskidir. 4 ilə 5-ci hökumətin başçısı Nəsib bəy Yusuf bəydir. İndi ikinci hökumət fəaliyyəti başlayır. İkinci hökumətdə digər hökumətlərdən fərqləndirən xüsusiyyət həm qanunverici, həm icraedici hakimiyyət olması idi. Azərbaycan Xalq Cümhuriyyəti ümumiyyətlə 3 dənə qurum var idi. Birincisi Milli Şura idi. Qanunverici orqanlardan söhbət gedir. Sonra ikinci hökumətdir. Digərlərindən fərqli idi. Bir də parlament. İndi parlamentin yaradılmasından biz gələcək dərsimizdə danışacağıq. Bu dərsdə yoxdur parlament, amma hələlikdən gözünüzün qabağında olsun. İkinci hökumət fəaliyyətə başlayır. İkinci hökumətin fəaliyyətə başlamazdan əvvəl əslində bizimkilərin Gəncəyə doğru irəlilədiyini eşidən Bakı XKS, hansı ki bugünkü dərsimizdə mən dedim, biraz da siz qırıq-qırıq nəsə dediniz. Bakı XKS bizimkilərin üstünə qoşun göndərir ki, Gəncəyə girə bilməsinlər. Və bu qoşun göndərmənin nəticəsində yenə 18-ci ilin iyulun 31-i, daha doğrusu N-nın aləm vurdum bir-birinə. N-nın 27-si, L-nın 1-i. Göyçay döyüşləri baş verir. Göyçay döyüşləri Qafqaz İslam Ordusu ilə Bakı XKS-nin arasında baş verir. Və biz bu döyüşlərdə qalib gəlirik. Amma Bakını azad eləmirik. Bax, qəbulda belə bir sual düşmüş. Deyir, Göyçay döyüşlərində AXC qoşunlarının qalib gəlməsi nəticə Bakı şəhəri azad edilir. İfadə səhvdir. Bakını azad eləmirik. Hələ Bakıya sarı getmirik biz. Gəncə ətrafında hələ ki möhkəmlənirdik.
Bu döyüşün nəticəsində Bakı XKS L-nın 31-də süqut eləyir. Bakı XKS süqut eləyir. Onun yerinə də Sentrakaspı diktaturası yaranır. 1 avqust. Bu Sentrakaspı diktaturası SR Menşevik, Daşnak, Bolşevik qoşunlarının elə ki Bakıdakı qurumlarından ibarət idi. Bu Sentrakaspı diktaturası bir dənə deyir orada yaxşı hərəkəti olub ki, o da Bakı XKS-nin içində olan Şamiyan qaçırdı. Şamiyanı tutub gülləliyirlər. Amma sonra bununla bağlı məlumat paylaşır ki, bəs deyilənə görə Şamiyan orada öldürülmür. Sadəcə Şamiyanın Hindistanda yaşadığından sonra deyir məlumatda gizlədib qaçırdırlar da. Belə bir məlumat var. Bu avqustun 1-də Sentrakaspı diktaturası yaradılandan sonra bunlar da ingilislərdən kömək istəyirlər. Və bu prosesin nəticəsində 4 avqust tarixində İngilis generalı Densterville gəlir Bakıya. Özündən də 1000 nəfər İngilis gətirib. Bunlar da qəşəng gözləyirlər girişdəki bu saat İngilis qoşunları yığacaq bura. Hamı gedib alacaqlar Gəncənizadı. Bu da görəcək 1000 nəfər gətirib. Bunlar İngilisləri görüb məyus olur. İngilislər də bunları görüb məyus olur. Görür ki, bunlar da yetim yesirdir. Bu Densterville çox qalmır, qısa qalır. 2 dənə səbəb deyir. Niyə tez müddətdə gedir? Deyir, birincisi o olur ki, görür yerli əhali Osmanlı qoşunlarına rəğbətlidir. Yəni deyir ki, Osmanlı gəlsin, başını azad eləsin. İkincisi də deyir ki, bunların öz müdafiə qüvvələri zəif idi. Fikirləşir ki, mən niyə əsgərimi bunların yolunda qırmalıyam ki? Ona görə Densterville çıxır gedir. Bir də avqust ayında orada gün yazılmayıb, gizli saziş imzalanır. Bu gizli saziş Sovet Rusiyasından Almaniya arasında imzalanıbdır. Almaniya Sovet Rusiyasına deyir ki, mən Osmanlının Bakıya girməyinə icazə verməyəcəm, qarşısını alacağım. Amma sən də mənə Bakıdan neft göndər. Bunlar razılaşırlar. Amma o proses uğursuz olur. Niyə? Birincisi, çünki Sovet Rusiyası Bakıdakı hakimiyyətini itirir. Bakı XKS gedib baxın. İkincisi, Almanlar 1-ci Dünya müharibəsində uğursuzluqla nəticələnirlər. Üçüncüsü də ki, bizimkilər qüvvəni qoyur ortaya da. Qafqaz İslam ordusu, yəni bizimkilərlə müsavatla Osmanlı qoşunları qoyur ortaya ki, gəldik. Və bu proseslərin nəticəsində 15 sentyabr tarixində Bakı şəhəri azad olunur. Və sentyabrın 17-sindən ikinci hökumət köçürülür Bakıya. Bununla da paytaxt da Bakıya köçürülür və ikinci hökumətin və Azərbaycan Xalq Cümhuriyyətinin Bakı dövrü fəaliyyətə başlayır. Ümumiyyətlə, köhnə kitabla təzə kitabın arasında bu dərsdə yerlə göy qədər fərq var deyə bilmərik. Bir-iki dənə yüngül çıxarma var, əlavə yoxdur. Xalq Cümhuriyyətinin ərazisini xəritədə görürsünüz. Düzdür, dərsimizin bu hissəsində deyil, amma bir kiçik xatırlatma eləyim. Bəzən Məmməd Əmin Rəsulzadə haqqında deyirlər ki, İrəvanı satıb. Sizə məlumat vermək üçün deyirəm. Bu hadisə olub iyunun 29-unda. İngilislərlə, ermənilərlə bizimkilərin arasında müqavilə imzalanır. Bizim nümayəndə heyəti təsdiqləyir ki, bəs İrəvan qalır ermənilərə. Birincisi, onunla Məmməd Əmin Rəsulzadə həmin müqavilə imzalanan yerdə deyil idi. O, Batumda Türkiyə ilə, Osmanlı ilə danışıqlara getmişdi. Bu bir. İkincisi də ki, sizə bir şey deyim. Fikir verin, iyunun 29-unda biz hardaydıq? Tiflisdə. Biz özümüz dövlətə heç nəzarət edə bilmirdik. Tiflisdə bir dənə otağın içində dövlət yaratmış adamlarıq. Nə Gəncəyə nəzarət edə bilirik, nə Şuşuya, nə Bakıya, nə İrəvana. Osmanlı da bizə deyir ki, ya sən İrəvanı ermənilərə verməlisən, ya da məndən köməkzat gözləmə. Biz də məcbur oluruq ki, heç olmasa Gəncəni tuta bilək, Bakını tuta bilək deyə Osmanlının nazı ilə oynamağa məcbur oluruq. Elə bilirsiniz, Məmməd Əmin Rəsulzadə və yaxud digər hansısa bir ziyalı öz kefindən veribdi Bakını. Kimi İrəvanı? Kimi istəyər ki, İrəvanı versin? Kim torpağı vermək istəyər? Sadəcə onlar əlacısız qalırlar. Başqa əlacımız yox idi. Sadəcə indiki insanlar o dövrün hadisələrini nəzərə almadan danışırlar. Niyə? Deyir, o nətər deyirlər? O düşdüyü yeri yandırır. Bu bir belə deyirlər. İkincisi də deyir ki, halva qonşuda bişəndə şirin gəlir. Nəsə elə bir şey var da. Yəni, özün o dərdi çəkmirsən, qıraqdan oturub göstəriş versən, bunu eləyərdin, onu eləyərdin. Bu belə bir şey mümkün deyil. Qalan hissəni isə gələn dərsimizdə söhbət eləyəcəyik. Əziz dostlar, Xalq Cümhuriyyəti dərsimizin yaranması başa çatır. Bunlara qorxutmamaq üçün birinci dərsi tək verirəm. Gələn dərs daxili siyasəti yükləyəndə onlar ayılacaqlar. Yeni bir günə, yeni bir həyata hə deyəcəklər. Sağ olun.